İslama dəvətdə 16-cı qayda dəvət zamanı məşəqqətin asanlaşdırmanı lazımlı etməsi. Yəni başqa ifadə ilə desək, dəvət zamanı əgər çətinlik varsa, asanlaşdırmaq lazımdır. Amma necə? Hər çətinlik olanda asanlaşdırmaq bəzən şəriətə müxalif ola bilər. İslama dəvət zamanı asanlaşdırmaq, həmçinin şəriətin asanlıq və dinimizin, İslamın asanlıq dini olması haqqında bəzi dəlilləri qeyd edək ki, görək doğrudan da şəriətdə asanlaşdırma varmı və asanlaşdırmadan məqsəd nədir? Sonra isə bunun dəvətdə tətbiqi ilə bağlı bəzi məsələlərə toxunaq. Deməli, dəvətçiyə və dəvət olunan kimsəyə üz verən çətinliklər, yorğunluqlar və ya qorxular dəvət mövzusunda onlar üçün asanlıq, problemi və sıxıntını aradan qaldırmağı, işləri gücü çatan nisbətdə etmək qapısını açır. Lakin bu, şəriət dəlilləri, yəni naslar və öhdəliklər ilə ziddiyyət təşkil etməmək şərti ilə baş verə bilər. Yəni, bu asanlaşdırmalar şəriətin mühüm qaydalarına zidd olmalı deyil. Şəriətdə belə bir qayda da var, deyir ki, əl-məşəqqətu təclibut teysir. Çətinlik asanlığı lazımlı edir. Məşəqqət, çətinlik asanlığı gərəkli edir, lazımlı edir qaydası. Çox məsələlərdə bu tətbiq olunur. Lakin elə məsələlər var ki, orada tətbiq olunmur. Məsələn, şəriətin bəzi cinayətkarlara verdiyi cəzalarda asanlaşdırma yoxdur. Oğrunun cəzası budursa, oğrunun cəzası budur. Quldurun cəzası budursa, quldurun cəzası budur. Aydındır, cinayətkarın cəzası varsa, artıq bunlardan vaz keçilmir, bunlardan əl çəkilmir. Cəza tətbiq olunur, aydındır. Hansı ki, şəriətin tətbiq olunduğu yerlərdə o cəzalar tətbiq olunur ki, bu əmir sahibi, dövlət başçısı bunları eləyir və ya dövlət başçısının naibi, köməkçisi bunu tətbiq eləyir. Bu cəzaların tətbiqində asanlaşdırma, təbii ki, onun öz xırdalıqları var. Asanlaşdırma nə cürdür, necədir, bəzilərinə möhlət verilir, cəza dərhal tətbiq olunmur. Bunun özündə də asanlaşdırma var. Lakin ümumi şəkildə asanlaşdırma nədə olur? Biz burada dəvət məqamından danışırıq da. Hakim istəsə, hansısa cəzanı yüngülləşdirir. Cinayətkarın cəzasını hakim, rəhbər yüngülləşdirir və ya onun köməkçisi və ya məhkəmə qərar çıxardır. Cinayətkarın cəzasını yüngülləşdirir, asanlaşdırır. Burada da var əslində belə asanlaşdırmalar. Dəvətdə isə asanlaşdırma hər şeydə tətbiq olunmur. Amma çox şeylərdə, çox məsələlərdə, xüsusən də məsələn, o məsələlərdə ki, dəvətçinin həyatı təhlükəsi var və yaxud da müsəlmanlar üçün zərər hasil ola bilər və yaxud da bu kimi hallarda asanlaşdırma tətbiq olunur. Xüsusən də elm əhli asanlaşdırmanı iki kateqoriyaya bölür. Birinci kateqoriya dəvətçilərin özləri üçün olan asanlaşdırmadır və iki mövzu deyə bilərik. İkinci hal isə dəvət olunanlar üçün asanlaşdırmadır. Bu çox mühüm məsələdir əslində. Dəvətçilərin özləri üçün asanlaşdırma aydındır ki, müəyyən qorxu zamanı, müəyyən çətinliklər zamanı asanlaşdırma olur. Dəvət olunanlar üçün isə bu daha genişdir. Daha geniş babdır, daha geniş bir kateqoriyadır. Çünki dəvət olunan insanlar, İslamda yeni olan insanlar var ki, sən birdən-birə onlara bu haramdır, bütün haramları birdən desən insan qaçar. Düzdürmü? İslama yeni gəlib, deyirsən ki, bunu eləmə, onu eləmə, dərhal hər şeyi deyirsən ona, bütün hər şeydə, yəni adam təzə başlayıb, artıq sən ikinci günü 100 dənə haramı öyrətdin ona, adam qaldı belə. Yəni orada şəriətdə tələb olunmur dərhal hər şeyi öyrətmək. Yavaş-yavaş öyrədirsən. Amma bir insan hökmləri bildiysə dərhal əməl etməlidir. Gecikdirmə deyə bir şey də yoxdur əslində. Lakin tələsmədə insan, məsələn, belə deyək, hansısa bir günaha öyrəşibdir insan. Düzdürmü? İslama təzə gəlib. Yeni gəlib İslama. Sən dərhal çalışırsan ki, ancaq haramları öyrədəsən ona və yaxud da o etdiyi haramı elə istəyirsən ki, bu dəqiqə tərk eləsin. Ola bilər adam bir aya tərk eləyər, 5 aya, 1 ilə tərk eləyər, biraz vaxt alar, aydındır. Dərhal tərk etməyi nəfsinə ağır olar. Buna dəlil də odur ki, tələsmək məsələsində dəlil odur ki, Ayşə anamız radiyallahu anhə deyir ki, Quran-ı Kərim ayələri nazil olanda, əgər bilirsiniz də, içkinin haramlığı 3 mərhələdə gəlibdir. Birinci, dərhal demir ki, yəni onun haramlığı dərhal deyilmir və mütləq şəkildə deyilmir. Üçüncü ayədə isə artıq birbaşa haramlıq barədə ayə nazil olur. Bunu hər biriniz bilirsiniz, düzdürmü? Hemen mərhələli şəkildə. Ayşə anamız da, möminlərin anası,
bir hədisdə deyir ki, əgər Allah Taala birbaşa içkinin haram olması haqqında ayə nazil etsəydi, səhabələr deyir, bunu deyir, tərk etməzdilər deyir bəlkə də. Lakin deyir, mərhələli şəkildə gəldi və onların nəfsləri buna hazırlıqlı oldu. Aydındır. Görürsünüz, şəriətdə tələsməmək, Allah bəndələrini daha yaxşı tanıyır deyə ayələri mərhələli şəkildə nazil edir. Bu, içkinin haram olmasının tədrici surətdə, tədrici formada olması da nəyin dəlilidir? Asanlaşdırmanın dəlilidir. Ki, şəriət yəni insanlara bir yük olmaq üçün gəlməyib. Lakin insanları hikmətlə, tədrici şəkildə Allahın əmr və qadağalarına öyrəşdirmək və bunu tələb etmək üçün gəlib. Aydındır. Bəziləri də bilir ki, biri ibadətə başlayan kimi dərhal elədiyi bütün haramları sərkün tərk eləmək, eləməsə artıq onu qorxudur. Yəni, ola bilər ki, hələ bunu eləməyib yoxdur, 2 gün sonra elə. Demir, eləmə. Amma bunu eləməyə tələsmə də. Yəni, çünki insan ola bilər ki, üzərində ağır bir yük hiss edir və dindən tam uzaqlaşar. Və burada da biz keçdiyimiz dəvət qaydalarında nə üçün dedik ki, yəni bir şeyi tam itirməkdənsə, onun bəzi hissələrini qorumaq daha üstündür. Aydındır. Bu qaydalar nə üçün bu qaydalar haqqında danışılır? Və yaxud da mə la yudraku kulluhu, la yutraku culluhu. Bir şeyin ki, hamısı əldə olunmursa, onun bir qismi tərk edilmir. Aydındır. Bu qaydalar elə belə deyil. Şəriəti və İslam dəvətini qorumaq üçündür. Və asanlaşdırma haqqında Quran-ı Kərim ayələri çoxdur. Allah Teala buyurur ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usra. Allah Teala buyurur ki, Allah sizin üçün asanlıq istəyir, Allah sizin üçün çətinlik istəmir. Başqa bir ayədə Allah Teala buyurur ki, Allah Teala sizin üçün dində bir sıxıntı, çətinlik etməmişdir. Yəni, din asanlıq dinidir. Allah Teala sizin üçün dində bir problem, sıxıntı, çətinlik etməmişdir. Həmçinin də başqa bir ayədə Allah Teala möminlərin dilindən ifadə edir ki, Rabbana la tu'akhidna in nasina aw akhtana. Ey Rəbbimiz, unutduğumuz və xəta etdiyimiz zaman buna görə bizi hesaba çəkmə. Yəni, burada alimlər deyirlər ki, faydalardan biri odur ki, hədisdə də var, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində gəlir ki, Allah Teala bu ümmətə unudaraq və xəta edərək etdikləri şeyə görə, yəni onları hesaba çəkməz. İnsan deyirsən, bilmədən eləyir, unudaraq eləyir. Həmçinin bu ayə də dəlildir ki, insan bəzən unuda bilər, unudaraq səhv eləyə bilər, və yaxud da səhvən nəsə eləyə bilər. Allah Teala burada da asanlaşdırma məsələsini, yəni müsəlmanlara asanlaşdırıbdır. Və dinin asanlaşdırması əslində, əziz müsəlmanlar, bu haqda ayələr, hədislər çoxdur. Ki, şəriətin asanlaşdırmasında məqsəd, hətta fikri məsələlərdə görürük ki, baxın, səfər vaxtı namazlar qısalır. Düzdürmü? Xəstənin namazı rahatlaşır. Düzdürmü? Xəstə namazı oturaraq qıla bilər, uzanaraq qıla bilər. Düzdürmü? Və yaxud da səfərdə olanda namazları 5 vaxt yox, 3 vaxt qılırıq. 4 rükətli namazları 2 rükət qılırıq səfər olduğumuz müddətdə. Düzdürmü? Və s. bunun kimi bəzi hallarda da görsən ki, Allah Teala müsəlmanlar üçün asanlaşdırıb. Xəstə olsanız və ya səfərdə olsanız, başqa günlərdə deyir ki, orucunuzu tutun. Qəzasını tutun da yəni. Deməli, dinimiz asanlıqdır. Allah Teala bu asanlığı başa düşmək üçün ki, nə zaman Allah bizi asanlaşdırır, nə zaman asanlığa ehtiyac yoxdur, dəvətdə də belədir. Allahın dinində asanlaşdırma məqamları çoxdur. Görürsən ki, bir insan dində yenidir, dərhal onun üzərinə hücum çəkib, qorxutmursan, bu belə, bu elə, bunu eləməsən, belə, elə. Yəni, insana birinci əsl odur ki, dedik ki, rəhmətdir, sevdirməkdir. İnsana sən sevdir, Allahın rəhmətini başa sal, əzabı da başa sal, günahların zərərlərini də başa sal. Lakin, xüsusən bəzi günahların tərkində bunu etməzsən, artıq heç bir şey olmayacaq, heç bir şey alınmayacaq deyə də o insana israr eləmə. Çünki ola bilsin, insanı elə qorxudarsan ki, dindən bir nəfəri uzaqlaşar. Bu belədir. Və ona görə də Allah Resulü sallallahu aleyhi və səlləmin dəvətinə baxırıq, görürük ki, insanların halına görə dəvət edilir. Bu qayda ilə əlaqəli qaydalardan biri də odur ki, biz əvvəlki qaydalarda keçdik, mərifət əhval-ül məduvin, dəvət olunanların halını bilmək. Yəni, insanın halına görə dəvət etmək. Adam var ki, o həvəsləndirildiyi zaman çox gözəl işlər görür,
xeyrə rəğbətləndirildiyi zaman elə insanlar var ki, əməlləri çox gözəl olur. Və əksər insanlar belədir. Və lakin insanlar əgər haramlar işləyirsə, haramdan uzaqlaşdırmaq üçün haramdan çəkindirmək, haramın təhlükəsini başa salmaq lazımdır. Bunda şək yoxdur. Lakin bu dəvət qaydasında ki, dəvət zamanı məşəqqətin asanlaşdırmanı lazımlı etməsi hər məsələdə olmur. Yəni adam var ki, dəvət edirəm deyib hər şeyi asanlaşdırır. Onu eləmək heç nə olmaz, bunu eləmək heç nə olmaz. Artıq çox geniş yanaşır məsələyə. Onu da eləmək heç nə olmaz. Sünnətdir, sünnət namazda heç nə olmaz. Sünnətləri qılma, heç nə olmaz. Nə bilim, duha namazda heç nə olmaz. Vitr namazında heç nə olmaz, qılma. Heç o mövzudan danışmır belə. Yəni, sünnətlərə öyrətmir ki, adam qorxar. Yox, niyə ki? Danış heç nə olmaz. Amma necə? Denən ki, bu çox mühümdür. Fərzin hökmü budur, sünnətin hökmü budur, amma boşluğa yol vermə. Öyrədəndə demək ki, sünnət də heç nə olmaz. Çünki bugün baxırıq ki, bəzi dəvət edənlər insanların dinini təhlükəyə atıblar. Onları sünnələrdən uzaqlaşdırırlar. Deməli, asanlaşdırma qaydası, şəriətin asanlaşdırma qaydasında çox ifrata varmaq olmaz. Nə soruşursan, deyir, heç nə olmaz. Belə də olmaz, aydındır. Hökmü deyəcəksən, amma qızıl orta deyirik, qızıl ortanı gözləyəcəksən, aydındır. Yəni, insanlara nə çox çətinləşdirmək olmaz, nə də həddən artıq asanlaşdırıb dinə laqeyd yanaşdırmaq olmaz. Bu çox həssas bir mövzudur. Allah təala buyurub ki, وَجَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا. Biz sizi orta ümmət etdik. Deməli, orta ümmət olmağa çalışmalıyıq bütün məsələlərdə.